Türkiyənin Amasya şəhərində Ağsu arxeoloji ekspedisiya materiallarını və qazıntılarını əks etdirən rəsm və fotolardan ibarət sərgi nümayiş etdirildi. Sərgi iştirakçıları Miras İctimai Birliyinin dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnografiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyasının son 2 ildə orta əsr Ağsu şəhəri yerindən maraqlı tapıntılarının şahidi oldular. Şirvanlılar Amasyada nə zamandan yaşayırlar? Burada bugün türbəsi yerləşən İsmail Siracəddin Şirvaninin rolunu qeyd eləmək istəyirik. Çünki Ağsu 19-cu əsrin əvvəllərində, həmçinin 18-ci əsrin, bütün 18-ci əsr boyu Şirvan vilayətinin, daha sonra isə Şirvan xanlığının baş şəhəri olmuşdur. Daha sonra sərgi iştirakçıları Azərbaycandan Amasyaya Şirvanlılar konferansında toplaşdılar. Tədqiqatçı alim İbrahim Yıldırım, İsmail Şirvani, Həmzə Nigari və Hacı Murad adlı məruzələrində Şirvani toplumunun Amasya və onun ətrafında yerləşməsində həmin ziyalıların rolundan danışdı. Bu ilk gelen buraya muhaciret nereden geliyorsun diye önüne çıkmış sormuşlar. Demişler Şirvan'dan gelirik. O zaman ondan sonra gelen herkese Şirvanlı demişler. Bir de papaklı değiller çünkü papak varmış başlarında. Ağsu möcüzəsi sərgisi noyabrın 3-nədək Amasyada, daha sonra isə Türkiyənin digər şəhərlərində nümayiş etdiriləcək.